Deməli, monitor 5-də deyil. 3 sadə ədədin hasilinin neçə natural böləni var? 3 dənə sadə ədəd götürün. Müxtəlif olsun tutaq ki. Bu ədəd eləyir 30. 30-un neçə dənə natural böləni var? Bunu istəsəniz barmaq hesabı da tapa bilərsiniz. 30 nələrə bölünür? 1-ə, 2-yə, 3-ə, 5-ə, 6-ya. Düzdür uşaqlar? 10-a, 15-ə, 30-a. Toplamda edir 1, 2, 3, 4, 5, 6, 7, 8. Doğru cavab olur de. Ya da belə bir qayda var idi. Qüvvət şəklində yazırdıq. Qüvvətlərə 1 əlavə edirdik. Yəni 2-dən 1 dənə, 3-dən 1 dənə, 5-dən 1 dənə. Bu da edir sizdə deməli uşaqların isə 2 vuraq, 2 vuraq, 2 edir 8. Doğru cavab olacaq 8. 5-ə bölünən qalıqda 2 alınan 3 ardıcıl cüt natural ədədin cəmi 96-dır. Ardıcıllıq var deyə 96-nı 3-ə bölürəm, ortancıl 32 edir. Baxın, 5-ə böləndə qalıqda 2 eləyən ədədlər hamısı 2 ilə qutarır. Bu 32-dir. 32-dən əvvəl son 2 ilə qutaran cüt ədəd hansıdırsa onu götürəcəksiniz. 32-nin deməli əvvəlki ədəd 22 olacaq, sonraki ədəd də 42 olacaq. Düzdürmü? Həm cütdür, həm də deyir 5-ə böləndə qalıqda 2 eləyən ədədlər ya sonu 7 ilə ya da 2 ilə qutarır. Cüt dediyi üçün biz təbii ki sonu 2 ilə qutaranları götürürük. Toplayanda da uşaqları yoxlaya bilərsiniz. 96 eləyir. Ən böyüyü ilə ən kiçiyin cəmi 22 ilə 42-nin cəmi, o da bizə verir 64. Doğru cavab olur B variantı. Kənar hədlərin hasili bilirik ki, orta hədlərin hasilinə bərabərdir. Yəni 32 vuraq 54 bərabərdir 36 vuraq digər orta hədd. Onu tapmaq üçün 32 vuraq 54-ü bölürük 36-ya. 18-ə bölürəm 2, 18-ə bölürəm 3, 2-yə bölürəm 1, 2-yə bölürəm 16. 16-nı 3-ə vursaz 48 alarsınız D variantı. Benzin deposunda 480 litr benzin var. Onda 7 hissəsi istifadə olunduqdan sonra daha nə qədər istifadə olunmalıdır ki, 25 qalsın. Baxın, 450-nin 10-da 3-ü qalıb deməli. 480-i daha doğrusu 10-a bölüb 3-ə vururam, eləyir 144. 144 litr qalıb, nə qədər işlənsə 25 qalır. 144-dən 25 çıxıram, olacaq 119. Doğru cavab A variantı. A-nın yerinə nə yazıla bilməz? Məsələn, 0 yazıla bilməz. 306 342-dən böyük deyil. Yəni qısacası 4-dən kiçik ədəd yazıla bilməz. Bu olmaz, bu olmaz, bu olmaz. 4 olar daha doğrusu 4 olmaz. 4-ü qoysam çünki 74 tam 1446, 74 tam 1447-dən böyük deyil. Ona görə doğru cavab olur D. 42 ədədini 3 ardıcıl tək ədədin cəminə nisbəti 2 bölü 3-dür. 42 3 ardıcıl tək ədədin cəminə nisbəti 2 bölü 3-dür. Baxın, 2-yə neynəsəm 42 alınır, 21-ə vursam, 3-ü də 21-ə vururam, eləyir 63. Deməli, bu ədədlərin cəmi 63-dür. Ardıcıl olanda demişəm ki, elə ortancıl ədəd ortanı verir. 63-ü bölürəm 3-ə, eləyir 21. Əvvəlki 20, sonraki 22. Ardıcıl tək ədəd deyir, ona görə 21-dən əvvəlki 19, sonraki 23 götürürük. 19, 21, 23, o da D variantı. Çəndəki 600 litr suyun 150 litr istifadə olundu. Qalan su həcmin istifadə edilən suyun həcminə nisbəti. Qalan su 450 uşaqlar. Qalan suyun 450-nin istifadə edilən suya 150-yə nisbəti 3 eləyir. O da B variantı. Bunlarla deyir tərs mütənasib hissələrə bölünüb. Onda nisbətdə bunların tərsini 2-də 3 və 1-də 4 götürürük. Natural nisbətə çevirmək üçün eyni məxrəcə gətirirəm. Hər tərəfi 2-yə vururam. 2-də 3 bölək 2-də 8. 2-lər lazım deyil. İxtisar gedir zaten. 3 bölü 8 qalır. 3x 8x bərabər 440-a. 11x 440-dır. X bərabərdir 40-a. Deməli, kiçik ədədimiz 3x 120, böyük ədədimiz 8x isə uşaqlar edir 320. Kiçik ədədin 440 ədədinə olan nisbəti. Kiçik ədəd uşaqlar, elə onda belə deyərdik də, buna gərək yox idi ki, kiçik ədəd 3-dür, ədədin özü isə 11-dir. 3-ün 11-ə nisbəti, o da olur cavab A variantı. 2 tonluq 7 maşınla bir qədər yük, 7-12 sadə. 2 tonluq 7 maşın 14 ton tutur uşaqlar, bu 7-12 sadə gedir. Bu yükü 3 tonluq 4 maşın. 3-ü 4-ə vururam, eləyir 12 ton yükü. Neçə sadə daşıyarlar. Yük nə qədər çox olsa uşaqlar, belə deyək, yük nə qədər çox olsa, əslində bunu 3 dənənin nisbətindən də yaza bilərik, ziqzaq üsulla. Düzdürmü?
Yük nə qədər çox olsa vaxtımız da çox gedər. Ona görə düz asılıqda çarpaz da vura bilərsiniz. 14 vur x bərabər 7 onda 2 vurur. Yox, belə yox. Bir dəqiqə. Belə yox, bir dəqiqə. 2 tonluq 7 maşın 7 onda 2 saata, 3 tonluq 4 maşın neçə saat aparar? Ziqzaq üsuldan istifadə eləsəz daha sərfəli görünür. Tərs asılıqdır əslində. Ona görə gəlin qarşı-qarşıya vuraq. 2 vur 7 vur 7 onda 2, 3 vur 4 vur x. 3-ü 4-ə vurduz 12. Buranı 12-yə bölsək 0.6 edir. 2 vur 7 vur 0.6 da sizə verəcək nəyi? 8.4. Doğru cavab olacaq B variantı. Oğlan və qızlardan ibarət olan bir qrupdan 3 qız çıxır və oğlanların sayı qızların sayına nisbəti 3-ün 2 olur. Bax. Baxın. 3-ün 2-yə nisbətindədir. Amma əvvəl necə idi? 3 qız çıxandan sonra bu hadisə baş veribdi də. Deməli, oğlanların qızların nisbəti. Bu oğlandır, bu qızdır. Onda qızlar əvvəl 2x plus 3'müş. Sonra deyir, o 6 oğlan da qrupdan çıxır. Sonra nə baş verir? 6 oğlan qrupdan çıxır. Bu zaman deyir, onların nisbəti 6-nın 7 olur. Gəlin hesablayaq. Çarpaz vursaz uşaqlar, çarpaz vursaz. 12x bərabər 21x çıxır 42. Deməli, 9x bərabər 42 olur. X bərabərdir 42 böl 9 alınır. Görək düz hesabladıqmı? Aha, burada səhvliyimiz haradadır uşaqlar? Burada bax, belə bir cümlə deyir. Bir dənə gözləyin. Deyir ki, bax, oğlanların sayının qızların sayına nisbəti 3-ün 2-yə, bu tərəfdə 6 oğlan çıxandan sonra, oğlanlardan 6-sını çıxandan sonra, onda deyir, qızların sayının oğlanların sayının nisbəti 6-nın 7-yədir. Biz yazmışıq axı oğlanların qızlara nisbəti. Ona görə yerini dəyişirəm. 7 böl 6 olur. 14x bərabərdir 18x çıx 36. 4x 36-ya, x bərabərdir 9-a. Aha. Başlanğıc vəziyyətdə qrupda neçə qız var idi? X 9-dur. 18 qız. 3 qız çıxandan sonra 18 qız qalıb. Deməli, əvvəl nə qədər imiş qızlar? 21 nəfər. O da C variantı. Deyir, paralipedin ölçüləri budur. Hər tilki metr artırılarsa 4, 2.5 və 5 olur uşaqlar. Həcmi nə qədər artar? Sonraki vəziyyətdə 4 vur, 2.5 vuraq 5, eləyir 50. Əvvəlki halda 2 vuraq, 1.5 vuraq 3, eləyir 9. Deməli, nə qədər fərq eləyibdir uşaqlar? 2 vuraq, 1.5 vuraq 3, bu eləyir 9. Tilləri 2 artırsaq 2, bunu 2 artıranda 3.5 eləyir uşaqlar. Vur 5. 3.5-i 4-ə vurduq 14, 14-ü 5-ə vurduq 70. 9 ilə 70 olub 61 artıb. O da B variantı. Bunu mənfini içəri təsir etdirək. Mənfi 2.7y, üstə gəl 3.2y, üstə gəl 4.5y, çıx 1.2y. Müsbətləri 1 götürsək 7.7y, mənfiləri 1 götürsək 3.9y olur. Bunları çıxsam 8, 3.8y. Y də 10'dur, 3.8 ona vursaz 38 edir yoldaşlar. 38-də diametri 12-dirsə, radiusu 6-dır. Pi r kvadrata görə pi vuraq r-in kvadratı 36. 36 pi o da A variantı. Yazıbdır ki, o mərkəzli çevrədə radius və tərlərin sayını ardıcıl olaraq müəyyən edin. Uşaqlar, radiuslar A, O, B, O, C, O, O, F. Diametr 2 dənədir. 1, 2. Radius 4 dənədir. Vətər. Vətər 2 nöqtəsini ixtiyarı birləşdirən düz xət parçasıdır. Diametrləri də vətərdir. BD, BF, AC və YD də vətərdir. Vətər isə 3 dənədir. 2, 4, 3. O da olur C variantı. Yarım çevrə 360 dərəcədir. Çevrə 360 dərəcədir. Yarım çevrə 180 dərəcədir. Üstə 1 x üstə gəl 75 bərabər 180-ə. Üstə 1 x bərabərdir 105-ə. X bərabərdir 315-ə yoldaşlar. Bizdən x istəyir, o da 315 C variantı. Bu necə edirsiniz? Bax, C-də deyir 11-dir, A-da deyir 12-dir, BK deyir 5-dir. 11-dən 5 çıxırıq, bura 6 olur. Rəngli hissənin sahəsini necə tapırsınız? Mən düzbucaqlı üçbucağın sahəsini sizə öyrətmişəm. Demişəm, düzbucaqlının sahəsi n vuraq uzunluğudursa, bu da yarısı olduğu üçün n uzunluğuna, yəni 12-ni 5-ə vurursunuz 60, yarısı eləyir 30. Ağ hissənin sahəsi 30-dur. Böyük hissənin sahəsini tapmaq üçün 12-ni 11-ə vururam 132. 132-dən 30 çıxıram, 102 qalır, o da A variantı.
Litrə çevirmək üçün əvvəlcə bilirik ki, 1 kub metr 1000 litrdir. %12-ni 1000-ə vururuq, eləyir 1220, onun da 4%-ni tapırsınız. 480 bölək 100, 4.8 eləyir. Doğru cavab A variantı uşaqlar. 7-də 4 hissəsi su ilə doldur. Səndəki suyun 25% işləndikdən sonra 5,17 ton su qaldı. Bax, geri gəlin qaydaq. Səndəki suyun 25% işlədildi. 5,13 qaldı. Yəni 75% 5,13-də. 4də 3 hissəsi 5,13-dür. Bunu tapmaq üçün 5,13-ü deməli 3-ə bölüb 4-ə vururuq. 3-ə bölürəm 1, 21-in içində 7, 1. 17-dən 1,71. Onu da 4-ə vursaq uşaqlar alacaq. Deməli 4, 8, 2 deyəndə 6 hesabalıqda. Bəli. 6,84. Düzdürmü? Bu da bax, sənin 7-də 4-üymüş. Yəni, sənin ölçüsünü 7-yə bölüb 4-ə vuranda 6,84 alınır. 6,84-ü buna görə 4-ə bölüb 7-yə vururuq. Yəni, 1,71-i 7-yə vururuq. 7, 9, 4 deyəndə 11. 11,97, o da D variantı. Geri qayıtdıqda geri qayıtma algoritmindən istifadə elədim. Yazıb püşkatma iştirakçıları 1-dən 100-ə qədər nömrələnmiş kürəciklər çıxarılır. Birinci kürəciyin iştirakçısının çıxardığı kürəcikdə 3 rəqəminin olması ehtimalını tapın. Uşaqlar, olması ehtimalı, hə. 1-dən 100-ə qədər ədədlərdə neçə dənə 3 var? 3-də var, 13-də var, 23-də var. Bizim uşaqlar o dəqiqə 33, 43 belə gedir. Axı 30-da da var, 31-də də var, 32, 33, ta ki 39-a qədər, sonra 43, 53 və s. Baxın. 3-də, 13-də, 23-də, 33-də, 43-də, 53-də, yəni 10 dənə burada var. 30-dan deməli 30-dan 39-a qədər 9 dənə də burada var. Düzdür? Olması ehtimalını tapın deyir. Aha. Deməli 3-də var, 13-də var, 23-də var. 30-dan ta ki 39-a qədər. 39-a qədər. Burada da 10 dənə ədəd də var. 10 dənə ədəd də burada var. 3, 13, 23, 43, 53, 63, 73, 83, 93. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə də burada var. 19 dənəsində var. Aha. Burada sadəcə nə yazıbdır? Burada niyə yanlışlıq var? 100 dənəsinin 19-unda var da. 0,19 edir. Cavablarda %19 yoxdur. Birinci iştirakçının çıxardığı kürəcikdə 3 rəqəmin olması ehtimalıdır. Olmaması desəydi, yəni %81 götürərdi, amma olması %19 uşaqlar. Bunun özündə səhvlik var sualda. Keçək 45-ə. 4 ədəd 4 as 56 uşaqlar. Deməli, cəmləri 56 vuraq 4, 224. 3 ədəd 4 as 70-dir. Deməli, cəmləri 3 vuraq 70, yəni 210-dur. Cəmi 434-dür. Və 7 dənə olduğu üçün 7-yə bölürsünüz. Eləyir 62. Doğru cavab olur A variantı. 2 zəri birgə atanda düşən xalların cəminin 4 olması. 2 zərdə bilirik ki, 1-dən 6-ya qədərdir xallar. Və deyir ki, halların sayını tapın. Hansı hallar ola bilər? 1 üst düşə bilər, 3 1 düşə bilər, 1-də 2 2 düşə bilər. 3 dənə hal var. Ehtimal desəydi, 2 zərdə 36 hal var. Ona görə 36-da 3 götürərdik. Hal istədiyi üçün sadəcə yazırıq 3 hal. Bir binada 14 mərtəbə, hər mərtəbədə 11 mənzil və hər mənzildə 3 otaq və 2 otaqlı radiator varsa, yazıb 3 otaq və hər otaqda 2 radiator varsa, binada neçə radiator var? 14 vur, 11 vur, 3 vur, 2 uşaq var. Belə olacaqdır. O da ki, rahat vurmaq üçün 154, onu da 6-ya vuraq, 924 eləyəcək. Bu ikisini bir vurdum. 154, bunu vurdum 6, 154-də 6-ya vuranda 150-ni 6-ya vurdum 9, 104-də 6-ya vurdum 24, 924 edir. Bir koordinat müstəvisində ABCD, bunun üst təpəsini verib, incə bunu oxşar bir şey yazdıq. Biri -5, müsbət 2-dir uşaqlar. A nöqtəsi. 2, -5, B nöqtəsidir. D nöqtəsi də 5, -5-dir. Baxın, aydın məsələdir ki, B nöqtəsi də buradadır. B nöqtəsinin koordinatda olacaq 2, 2.
Çəkib bunu rahatlıqla görə bilərsiniz. A-dan B-ni çıxanda uşaqlar 12-dən çıxanda mənfi 3, bu mənfi buna təsir edir, müsbət 15. Bundan bunu çıxanda isə mənfi 15 edir. Hasilimiz mənfi 225 edəcək. 2 zərb birlikdə atıldıqda düşən hallar cəminin 11 olması. 5-6 ola bilər uşaqlar, 6-5 ola bilər, başqa elə hal yoxdur. 1-dən 6-ya qədər ədədlərdən hansıları toplayanda 11 edir, yalnız 5-6 və 6-5. Bu da sınaq 5.